İran mərkəzli Tehranda, Rey mərkəzli Türkistanda nə kimi siyasi oyunlar oynanılır? Necə olur ki, Xamneyni yanında olan adam kimsə 4-5 nəfərdən biri Xamneyni İsrail istihbaratına sata bilir. Təbii ki, rejimin çox böyük zəifiyyəti var. Bunlar gələcəkdə müzakirə olunacaq. Nədən rejimin bugün müdafiə sistemi yoxdur? Müdafiə sistemi olmaya dünya dövlətlərinə niyə müharibə aparırdı? Hansı məqsədlər güdürdü? Qonşu dövlətlərlə niyə düşmən olurdu? Türkiyəmizə niyə diş qabardırdı? Azərbaycan Cumhuriyyətini əzmək istəyirdi. Nədən? Nəyinə güvənirdi? Kimi var idi? Müttəfiq olduqları dövlətləri də gördük. Rusiya buna dost qardaş mı çıxdı? Rusiyanın dost və qardaşlığını hər kəsdən yaxşı Bəşər Əsəd bilir. Ki bugün Moskvadadır, apardıqları vardatın böyük əsəriyyətinə Putin əl qoyub. Bugün Putin bildiyim qədər Xamneyinin də Moskvaya gəlməsindən bağlı ona təkliflər verirmiş. Nədən? Xamneyi trilyonları aparsın, Putin də onlara əl qoysun və Moskvada yerləşdirsin. Və sizin qardaşlığınız, dostluğunuz, müttəfiqliyiniz. Onun kimi Çin. Çin İrandan ən çox neft alan, ucuz qiymətə neft alan bir ölkə idi. Və strateji maraqlarına görə İranı qorumalıydı. Niyə də qorumadı? Niyə ona texnoloji dəstək verə bilmədi? Nədən onun havadan müdafiə və havadan hücum sisteminin qurulmasında iştirak etmədi? Nədən dəstək vermədi? Texnoloji dəstək nədən vermədi? Uzaydan istihbarat bilgilərini niyə zamanında Tehrana verə bilmədi, ya vermək istəmədi? Bunlar təbii ki, hər kəs düşündürür və bugün onlar daha kimlərlə oynuyorlar? Bunlar arxa qapıda Trump'la nə kimi danışıqlarda oldular? Kimsə bilirmi? Deməli, Çinin, Rusiyanın dostluğunu da hər kəs gördü. Və bu dostu qardaşı Çin, Rusiya olan Tehran Fars faşizmi hansı cəsarətlə böyük əksəriyyəti Türk olan yurttaşlarının dövləti olan Azərbaycan və Türkiyəyə qarşı dil uzadırdı, diş qabardırdı. Kiməyə görə, nəyə görə? Və bugün sən sokaklarda qalıbsan, əli yalın qalmısan. Heç bir dostun, qardaşın yanında yoxdur. Siyonizmdə ittiham etdiyin Azərbaycan sənə dəstək verir, sənin yanında durmaq istəyir. Sənin alçalmağını istəmir. Türkiyə Cumhuriyyəti sənin alçalmağını istəmir. Böyük dövlətlərlə danışıqlar aparır, savaşın bitməsini istəyir. Qırğınların olmamasını istəyir. Və sən kimə və nəyə arxalanırdın? Sənin dostun kim idi? Bəlkə sənin dostun xalq deyil, səni hakimiyyətə gətirən, bugün də səni hakimiyyətdən götürmək istəyənlərdir ki, bugün siyasi bir səhnə qurub hakimiyyət dəyişənliyinə gedirsiniz. Rejim dəyişənliyinə gedirsiniz ki, daha 100 il bu bölgədə sizin hakim olduğunuz zümrənin ağbabaları yenidən burada hakimiyyəti ələ keçirsinlər. Daha bir yönetim dizayn etsinlər ki, o yönetim daha bir 100 il bölgəmizi işğala məruz qoysun. Bəlkə sir elə buradadır. Bəlkə biz daha çox bunun haqqında düşünək. Bugün Trump açıqlama verir ki, İranın yeni lideri bizimlə danışığa gələcək. Kimdir o yeni lider? Hansı qapılar arxasında danışıqlar gedib? O lider hansı sözləri verib? Və o lider kimdir? Xamneyinin ölünməsində onun nə kimi rol olub? İranda olan 5-ci kolon səsi çıxmır. Seyid Cəllinin haradasa adını eşitmişsinizmi? Hətta özünü Türk sayan Ərdəbil mollası Amılı hardadır? Onun da səsi çıxmır. Seyid Cəllinin arkadaşı Qalibovla bir yerdə olan kukla. Hə, Qalibov dedin, o da yadıma düşdü. O hardadır? Bugün qısa bir baş sağlığı verib. Amma proseslərin gedişatında heç yerdə yox idi. Adı çəkilmirdi. Heç Ruhaninin adını eşidirsiniz, Xatəminin adını eşidirsiniz.
Yalandan bir Əhməd Nicatın ölümü haqqında da açıqlamalar gəzdi. Niyə öldürsünlər axı onu? Sizcə əsl öldürmək istədikləri adam Pezişkan deyil idimi? Məncə də elədi. Düşünün, bugün yönetimdə təmsil olunan yüksək rütbəli məmurların içərisində adları çəkilməyən, gizlənən, fürsətçi güclərin olduğunu hər kəs görür ki, o güclər zaman-zaman ilə 5-ci kolon olaraq onların üstünə gələn qüvvələrlə işbirliyində olub. Onlar Məclisi Xubirqanda %60. Səid Cəlilin tayfası və onun bütün strukturu faşizmin Molla hakimiyyətini başqa bir faşizmin hakimiyyətinə təhvil verməyə hazırlaşan zümrə təhlükəli güc budur. Biz o təhlükəli gücü araşdırmalıyıq. Biz o güc araşdırmalıyıq ki, ona görə ki, o Xamneyiyə qarşı olub, ona görə yox. Ona görə ki, o güc bir nömrəli bizim düşmənimizdir. O güc hər cürə fırıllıqlara gedərək, siyasi oyunbazlıqlara gedərək bizi yenidən əsarətdə saxlamaq üçün oyunlar oynayır. Bizi arxadan vururlar. Bizi arxadan vuran güclərlə işbirliyindədirlər, arkadaşdılar, candaşdılar. Biz onları tam mənada səhnədə rəsmlərini çəkib özlərinə göstərməliyik. Deməliyik ki, biz sizi tanıyırıq. Və bütün xalqımıza bildirməliyik ki, bu insanlardan uzaq durun. Onların hakimiyyətə gəlməsinə qətiyyən yol vermək olmaz.